İnsan öləndə müsəlman, ona dirilər tərəfindən əsasən 4 şey vacibdir. Birinci onu yumaq, o yuyulur. Sonra kəfənlənir. Sonra cənazə namazı qılınır. Cənazə namazı əslində duadır. O bizim qıldığımız namazlar kimi deyil. Çünki orada rüku, səcdə yoxdur. Ona görə qəbirstanlıqda icazə verilib cənazə namazı. Amma başqa namaz yox. Çünki o namaz ki, biz bildiyimiz rüku, səcdədən ibarətdir, onun qəbirstanlıqda olmaz. Çünki ne üçün? Qıraqdan elə bir ki, qəbirlərə ibadət edən kimi görsənirsən, ona görə. Fikir versəz, dinimiz əgər sadəcə oxşayırsa, qadağanlayıb. Ona görə qəbirstanda namaz qılmaq olmaz, haramdır. Bir dənə istisna nədir? Cənazə namazı, çünki cənazə namazında rüku, səcdə, əyilmək yoxdur. Qiyamda da 4 dənə təkbirdən ibarət duadır, namazdır. Deməli, birinci, müsəlman dünyasını dəyişəndə onu yumaq, sonra kəfənləmək, sonra cənazə namazını qılmaq, sonra dəfn eləmək.